sen koyursan sen. Sizde bir de internet de var da dinam. Altıma mı koyayım? Buradan yağ sözüm. Bibi. Nokta atmaya başladılar o yüzden daha bunlar. Geletini. Çok da atsalar size bağlayacağım yorumu. Sen ne istiyorsan benden? Mesela şuradan aşağı Oradan tap göre. Yok, hiç olmaz. Tarlada satılır mesela. Beşinci de onları da şu an sevindirir inşallah. Dostlar zahmet olmasa söz sevmeyin de. Böyle bir şey. Canlıda söz söyleyenler geçsin. Özlerinden bağışsın. Yeni hayat değil beni koşuyorum. Bibi koşuyorum. Ben hemen. Yeni hayat gözde. Sevgiyle hazırlanan yemek bu her zaman çok tadlıdır. Lakin beslenmediği için ağırdır. Kreyon var. En hırda kreyon mini mikros. Kulaklar var bir şey.
Necəydi dostlar? Yoruldum. Göz o tarafa durdu ne? Stilendim. Hem de isteyatım. Sınıf açsın ki. Sen bilirsən orada mənim başım çıxmır. Gözün önüne getirməliyim. Ne yaman oynadın Arzu? Sen direkt korkan. Yok olsun. Ha, yaman oynayırdım maşallah olsun. Pencereni aç. İstim. Ve pencereyi açma suyu olacak öleceksin. Soyuk olmaz. Ay, yoruldum. Ne az oynadın o? Pencere açsındı. Yeter oynuyordum. Zor idi. Yaxşı yaxşı. Əla oynayırdın. Həmişə oynamaqda olasan, Rəm. Sağ ol. Bu kimdir? Ay boy, qaçqın geldi, içeri qaçqın geldi. Qaçqın özünsən. Uy can, teşekkür Sağ ol, ederim sağ Fatma. ol. Her yer. Bibi qara qışqarı qızı qoy təsdiq qısa başqasın. Aha, Aha, yemək gəl. Ay qaçqın. Yemek. Gəl. Ne yemeydi o? Bir süzdüm, bir süzdüm, bir süzdüm. Qaşay, Bibi, ama qaşın oynayırdı. Karakterinde gedib TV. Hə. Sabah zar deyəcək, ay Arzu, nə yaman oynayırdın? Ne kadar da yemek koyuyor. Ay. Kartoşkanın böğründe şey hani be, toy. Bibi sən nə gəlir? Dayın çağırın. Dayın çağırın. Dayın gözlə dayın çağırın. Dəymə, mən iti, dəymə. Gel tuvalete. Çağırma ha. Çağırmıram. O bir sahne. Hansı? Şey, Mamam bağladı canlı kaçıp gelmişsiniz bura. az maman sabah 5'te gedəcək, yön tikilsin, qoy yatsın, mən dedim bana. Evet, mən sən düşən kimi qaçdım. Gəldim sənin canlı, gördüm oynayırsan, biraz oynamağına baxdım, sonra istə yatdım. Bax, az bəsdir kiri, az bəsdir kiri. Ekir yaxşı. Az kiri, qərib Seyid haqqı düz danışmasan kiri. Qəribsiz tanırsan mı? Tanı olmuşam orada, ha. Haqqı. Valla. Ne yapacağız? Bu ev yerine Bibi. Yox, deyə orada dursun. Arzu 29 sən də aparayım mı? Her an. Bərdədir, yoxsa Yevlaq Bərdədir? Her iki Bərdiyə tarafı. getmək istəyir, ay bacı 24. Niyə mən də boş durmursan? Bayaqdan Arzu buraları yanıq kərəmi ilə aparsan. Bir qoşdan ha. Batım oynamaq stres atır, ay bacı, stresini atır oynamaq. Arzu buralar toza başlayıb bayaqdan su çiləyirəm ki, toz geçsin. Arzu xala Sən də oynadı. burada nağın... Ay Livana, sən də burada nağın gözümüzə girir, ana götür. Ehtiyaclı ol. Ataların bir misal var, dəli qırmızı, giş sarı, sən Arzu kim? mən mod ver. Vermə, Yeri mod həyat verən kimi aşağı. mən aşağı fırlayacaq, vermə. Mən ölməsi edəmərəm. Necəsən Arzu? Az kartoşkanın şeyi hanı, toyuğu hanı bəs? Kartoşkanı da gözəl qızardı. Gözəl xanım gör nə gözəl süpür açıb. Hani gözəlin özü görünmür, yalandan elə kartoşkan. Həqiqətən gözəlin özü. Eşit ol. Deyəm, bax. Gör nə əl qabiliyyəti var gözəlin. Halal olsun ay gözəl sana. Arzunun, bu mənim oğlumun, bacın gördü, Allah saxlasın. mənim qızımın. Gözlər. Hə, Allah yaz. Bax, bu Az mənim da şanlı doğum. yemək hanı. Bax, Gözdə görüm mən də bura qoyacağam. Ay gözəl, Allah səni xoşbəxt eləsin. Ay gözəl. Bu da mənim ağzı örtülmüş sevgilimin deyəm. Həqiqət Baxın görün mənimkinə. Bax, halaldır sağ, halaldır.
Deyək, ağzını örtmüşəm. Duranda yeyəcək. Yatıbdır. Bu da bunun doğası, ağzı örtülü. Halal olsun. Bax görün mənim pişirdiyim nətərdir. Aha. Üzümü göstərməliyəm. Vallahi mən də bayaqlarım pişirmişdim. Nətər idi? Heç bilmədim. Qəşəng. Gördün ay şey Arzu. Sən kim qızı? Anam üçün qız mı? Aynanı öp ay Arzu. Soyuqdur. Oynamısan tərləmsən özünü. Bunların içi qızı və mənim üçün qız mı? Mən dolmuşam. Canım. Duşanı. Deməsin. Sən nə deməkdir? Sən ondan dərs götür. Məndən dərs götürürəm. Mən tökdüyümdə bunlar yığışdırır. Sağ ol. Nədir? Hə işte bağışlayın üzülü səni. Deyir mən də qızışmışam. Can bacı, can. Yemirəm mən. Ay sən nə deyə yemirsən səndəki? Onu yemirəm. Ay dünən. Ay ya oğlum Ay həşirinə bacım, ay bax. qardaşlarım. Bacı, arzu Ay bacı. nədir? Gözəldən yaxşı qaynana olacaq, Allah hamd olsun. Arzu nə Ay həşirdir bacım, ay sağlığı? qardaşım. Dünənlərim gedib 22 manata tort almışam. Bunu nə deyim mən? Mən ona buna azıq eləyib yemir tort. Tort deyə nə gözəlliklə. Bax, mən yedim, doydum. Mən yeməyəm bu qədər. Bax, bu da ki, doydum da. Mən aclığım yoxdur ümumiyyətlə. Prosta heç kəsə də acıq eləmirəm. Ay bala, qulaq İştah as. yoxdur da, Qulaq getmə. as. Gedim qaytarım. Mənə bax. Zuna ya, sən məndən də mən məndən menüdür. La sən məndən bu boydadır, mən məndən bu boydadır. Hə, yox. Hə. Az qulaq as. Esmirə yoxa yemirəm. Mənə bax. Səni atdım, qoydum. Hə, yox. Orada da salmaz. Vəcivət verir. Ondan qəşəngin çıxacaq. Az onu gör, mən məndən bu boydadır. Nə yeyirəmsə tez doyuram. Görsən mən çörək Mən yemirəm. heç gözü fikir eləmə. Onun acığına Mənə bax, iç. Kimin acığına? Gözəlin səsi başına. Mahirin acığına mən çörək yemirəm də. Çörək yeməsəm heç tavsiyə yemirəm. Ay, Mən yeyirəm, amma mən mədən Modvel. Yeni həyat. Yeni həyat şəkilli Ulan alasan Hüseynim. Allah, canlı sal, spama salasan. Niyə, nə Ya yap? oğlan deyil. Çünki bayaqlarım İkisindən. Mənim telefonum nədir? Deyirsən telefon budur da. Onda telefonları demə. Arzu xalan ki qoyaraq. Söndür onu. Mənə bax, Söndür onu. Bəxtər sənin Baxam, aşkındır. eşidir, qadır. Hə, ağızları boyunda bir qışqırma qışqırdı. Qıpqırmızı idi. ki, Kalxoz. ana mən doğam. Sənin çoğunda. Kim qışqırdı? Arzu. Və kimə verdim onu mən? Mənə mod ver. Verilib də modu. Yox axı. Modsun ay bacı. Öyrənməm mod verilib. Az geçsin eləsin, geçsin eləsin. Doğru nə gözəl al. Onu get təhliyim. Doğanı da sən eləmsən, ay gözəl. Hə. Doğru nə gözəl olur. Biraz tuz məzə eləmişdim, getdim, süt aldım, getdim, tökdüm. Arzu Bu gecə verdi mod. Hə. Ay gözəl, yaxşıdan ağlına gələn Modu danış. siz təzdən ver. Allah bilir kimə verib. Gözəl. Gir təzdən çıx. Mən demədim mən bunu. Ay mən baxca, ay babala mənim ağzımdan çıxmadı, Arzunun ağzından çıxdı. Ay yazıq gözəl hə. Sən kışkırtma deyirlər də, yalnız sən də. Nəyə girdim, bilmirəm. Nə acıda gözəlsən. Həftəşə şimdi. Arzu dedi, hamına yazır ki, Arzu dedi. Hə də arzudur da. Anlaxılın da yazıb, yazıb bir daxı. Anlıq, az nə varsınız Mən dönər mövzudur. Adama ya. Başka adam. Müşterilikler. Altından öləm gözümə işlə Ay göreyim. Allah. Bir dənə şey al. Qızı verməmsən. Mod kimə getdi bə? Gözdə verim mən mod, verə Gözdə. bilmirsən. Hamı mod verəcək. Heç kimə Ay bir mod, heç kimə vermə ay bacım. O daxılına gələnləri yazırlar, sonra da mod istəyir. Hadi ora bax. Aytaç gedəsiz blokop saatim. Az qalıb. Dedin. Ay Arzu. Həftənin 5-ci günü mən qəbələdiyəm. Sevgilimi də götürüb. Hərri. Nə day bacı. Ay gözəl verilişdən gedirsən bacı. Hə, vidalaşıb gedirəm gələn həftə. Sevgilimi də qoltuğuna Ay. vurub gedirəm. Nə var indi?
Ay Arzu, bəs sən düşürsən verilişə öyrən. Arzu spama salacaqlar. Nöqtə atıb sən spama salacaqlar. Mən gedəcək yerim yoxdur. Gəl götürəm. İşə gedəcəm deyirsən, ona görə deyirəm, yəni verilişə gələsən, işdən çıxamazsın. Yox 26 ver. Nerede 26 tam işə. Bir də 10 Onda gündən deyirəm, sonra verilişin açılacaq. marağı olmayacaq. Ha 10 gündən sonra nə olacaq ki Arzu başa düşmədim. Dayanayım 10 gündən sonra. Yeni ili keçirəndən sonra qayıdacaqlar da. Gözəl getdi verilişin sonu. Hamı elə Gözəl istəyir. sən Allah yer get. Başımıza düşdü səsin yer get. Sən çarşafı açıb sən elçi getəcəm. Ayaqlar az. Hamı Çarşafı atıb sən. xoşbəxtliyə layiq xanımlarsınız. Amma ay Allah, bir tonlar çörək kəsirsən, sonra arxandan iş çevirirlər. Necədir sən? Ay Allah. Bacı deyirlər. Ay İnanma. İnan. Görsən mən heç nə görsən ATV-nin bütünündə var, gözləmə zalında. Heç kəsə üz vermirəm. Nə bacaq? Bacı sənin anan, qardaşın. Mən sağ. Onu ya qaqqılayasan indi. Mənə lazım deyil. Çölün çakal çıkarlar bacı. Mən bu boynum ağrıyor. Mən bacı birinci Allahın balalarım həyat yoldaşım. Mənə lazım deyil çölün çakallara. Yeni həyat. Aptek bağlanır. 24 saat daha sən harda yaşayırsan? Bizdə 24 saat yoxdur. 11'də. Bizdə yarım saata bağlanır. Ay yaxşı. Ay yaxşı, yalana bax. Vay. Çarşamba atıb Yeni həyat. elçi Bizə gedərəm. getsən şoraba, mən öz əllərimlə, qızıl əllərimlə şoraba bağlamışam. Zəhərlənib ölmərik ki. Yo. Asıl bu mama deyəcəm ki, zəhəri sıçan dərman atsın. Mən özümlə alıb apararam. Niyə orada yeməyə qorxursan? Atamla yeni həyat beləcək, ləb-ləbi qoyacaq, şeylə gedəcək, nədir o, pənco ilə vuracaqlar. Bir də görəcək şoraba qutarır. Lütfən. Nədir? Mütləq deyirəm. Mən nə qədər? Sən səni də apara bilərəm. Sözümü efirdə də demişəm, burada da demişəm. Mən çıxıram, gedirəm canlatsam. Gələr, istəsən gələrsən. Ay Arzu, mən mod verərsən, gələcəm arada quzu. Oradasan. Bu dəfə əlimdəyim. Götür. Az yemmirəm də, nə yapacaq? Görsən mən pasos mamam demişkən, o deyil samolyot pasosu kimi mən də görmüsən yavaş-yavaş yeyirəm. Deyir samolyot deyir, verişə gəlib payız ətirim. Sözə bax da. Buradan orası deyirəm. Deyir samolyot nə tər pasok deyilir. Mən də elə pasok deyiliyə çörək yeyirəm. Allah haqqı, telefonum qırılsa var, sizi öldürəcəm. Aha. Ay siz bu zarın yandaşlar hamısı o birinci gəlsin başınızı göstərərlər. Hamınız ağlınıza gələn danışırsınız. Nə dedim? Dedim telefonum qırılsa sizi öldürəcəm. Canlı Sən qulağın nə eşitdi ki? Çar qulaqları. Mən yeyirəm. Telefona baxmıram. Az. Ay Allah, yemək yeyəndə mən mamam da elədi. Yemək yeyəndə benim düz sinirimə toxunuram. Yemək yeyəndə yavaş-yavaş yeyirəm. Mən xoşuma gəlir marçıldadan da. O günah deyil marçıllar. Elə bir ki kebab yeyirsən də. Mən Sən iştaha gəldin, deyəbəcə eləyir ki, sən iştaha gələsən. Yox, mən iştahım elə bir ki, bir dənə quzunu yeyəm, yeməsəm var, elə bir dənə quzunu yeyəm. Amma başqa vaxtda ac olanda akula kimi şey elirdim, baxmırdım. İndi bu son vaxtda depresiyadayım deyənə. ağlın yoxdur. Gedib biraz gəzəcəm. Gecə səhərə kimi yatmamışam. Düşmüşəm aşağı, sığınacağım böyrünün başını gəzmişəm, dolamışam. Sonra burada resepti uşaq var. Xətrimi çox istəyir. Düşmüşəm ondan söhbət eləmişəm. Neçə saat. Gəlmişəm, ay Allah, cirim narahatım. Ürəm elə bir çıxıb yerinə düşür. Abla, mən nə oldu? Nətər oldu? Heç kəsə xəbər olmadı. Sən el olanda bilsən nə var? Xəstəlik taparsan, ürəyim elə şeylər çox fikir. Sən el olanda bir stəkan su iç eləmi? Hə, elə. Amma qurtum işdə daha yəni görməmiş kimi hamısını başına çəkmir.
Kursun qız. Bir dediysiniz o. Ay gözəl, sənə bir söz deyim mi? Sən də gözələ ver bir onu. Üzüm desem. Ay yox, mən öldürərlər. Eşitir səni. İzlem. Ay gözəl, sən Ben dayıncanı. tepkilim xırda. Baba belə doğrayır üzüm göstərsən. Ay yaxşı, sən Allah gəl bəsdir görək də nə. O söz madiyəndə bütün cin vurur mənim beynimə. Nə bitsin doğru verəsən qalırsan. Arzu pördə xəssiyyəti. Açmıram ki canım. Sən məni. Yeni Hə, doğruyu qoymasın 9 milyonun içinə çıxmaram. Mən niyə evləndirirsən? Yeni Ne qoyur? evlisən. Mən? Yanımda olur. Hə. Yox. Allah başına gətirsin. Bu sevgi adı mən də araya qoysan, gözəl də belə lağa qoysan. Allah başına gətirsin. Amin. Onda biləcəksən ki, nə daddır. Amin. Arzu ilə gözəl nə çəkir. Amin. Ay ağlınız yoxdur sizin mənim canım çür. Quran haqqı. Mənə bax. Bu həyatda bilsən nədir? Hə. Sən bir söz deyim. Bu həyatda birinci mənim öz can sağlığımdır. Qulağını yaxın gətir söz deyirəm. Heç kimə də demə. Birinci mənim öz sağlamlığımdır. İkincisi də ki, mənim komfortumdur, rahatçılığımdır. Başa düşdün? Nə sevgimdir, gəl. Məncə nə əməliyyata girəcəm. Məncə nə əməliyyata girəcəm. Əməliyyatda işin üstündə olacam. Qorxusu yox. Amma bir dənə mən görsənməyəcəm. Yeni əməliyyat olsun. Əvvəl olsa yeni əməliyyata hazırlaşım. Burnumu da kəstirəcəm. Burnumu savsam Allah dəyişir. şəfa. Tamam dəyişir. Hə. Hə. Əməliyyat olsam gələsən. Hara? Əməliyyat elmə. Əbəsində bu telefon qırılsa söyləyəcəm. Harada olacaqsan? Həm indi yox, hə? Biraz keçən olsa. Harada olacaksın deyirəm də, nə bildiyim hansı klinikada? Referansda. Ay, yaxşı, baxarıq ona. Ay, Pomidor. O maşınları quruzun. Gəl götürüb aparasın, gətirəsən. ha, kuruzu maman sürür. Bizdə Mercedesdir. Qadan alım, ay mama, qadan alım, ay mama, qadan alım. Az kinoya, ben niye gedib o otağına baxmıysan, ay yetim? Niye kabinetinə baxmıysan, ana? Arzu sağ salam deyirəm, buna bax. Ben de sana yarım meşoy salam dedi Arzu. Həsən salam, səsi bağlamsın. Yalana nə danışsan? Üzümüzü göstərməyəcək. Ay buna salam diye koy eşittin sen dayıncanı. Nasıl eşidirsiniz Arzu xanım? Gördün mü dedi salam. Salam ürəyim sana. Hacıyeva, xoş gəlmişsən. Ne varsın? 90 yaşında bak dursun senden burada. Yaxşım Hacıyeva. Səsin kəsildi. Səsin bağlıcım Hacıyev nə deyim? Maddi dəstəkçidir, hədiyyə atandı. Səsin kəs görün. Bağladı. Yox. Yaxşım ailəm, sən necəsən? Mən səni çox istəyirəm, həqiqətən yəni. Sən yanındayam inşallah. Allah sənə can sağlığı versin. Gözəl xanım da çox istəyirəm. Qarşılıqlı da. İkiniz də mənim üçün əzizsiniz. Yəni sizin ikinizi də çox istəyirəm. Allah Allah canınızı sağ sizə can sağlığı versin. Allah xoşbəxtçiliyinizi versin. Həyatda xoşbəxt olsun. Ay Allah Arzu hiç kulak as mənə. Deyirsən mən əməliyyat olsam. bağlandı, dərmanım mədəm ağrır, yemirəm. Aptek bağlandı, quta görüm. Bu kimdir bu gedə? Allah sağ qurban olum. Yiyəmirəm deyə bir boşqaf kartoşka ilə toyunu bastı abi. Mənə bax, heç söz deyirəm. Altına doydum. Oraban mı iyidir? Deyirsən əməliyyat olanda yanıma gələcəksən, eləmi? Bak nişanlın sevgilin gəlsin yanına, mənim nə işim var orada? Valla bir dənə gündən kişi tapmışdı neçə aydan sonra. Onu da əlimdən aldılar. Onu da əlimdən aldılar, üzümə gülə-gülə. Süfrə başında bütbəyə belə çörək kəsə-kəsə. Nəftər üzümünə gülə-gülə. Aldılarsa, deyirsən 35 yaşım var. Düzdür, madiysən aldı 35 Niyə yaşım sənə söz deyim? Bir dəqiqə söz deyim sana, sonra nə etsin deyə. Mən sana gör nə deyirəm, vallah tam səmimi deyirəm. Hər şey qoy bir tərəfə.
Tam ciddi deyirəm. O mən mamanla bağlıda olanda məndən qoşulmuşdu. Mən ona da demişdim ki, bala, sən onunla bir gedəsi deyilsiniz də. Amma deyir ki, yox, ölənə kimi qulaq asına bir dayan. Yeni həyat. Mən onu hardan çıxartdım, hara saldım? Yeni həyat hardan çıxartdım, hara saldım? Bir dənə xahiş edirəm. Xahiş edirəm, qulaq asına mənə. Çox xahiş edirəm. Mən ona dedim ki, oğul bala, sənin çox getməyəsən. Mən səni yaşda olanda Targovun bu başından girirdim, mini yufka alıp kızın birine derdim səni sevirəm, alacam edirdim. Targovun ortasına çatsam o birisi mini yufkalı kızının böğrüne koşup gedirdim. Çünkü adamın o yaşıdır. Kulak as da kulak as. Ona bu dəqiqə... Doğru söz demirsən, təkcə mən idim. Təkcə məni gördünüz, məni baltaladınız və efir bu yana, sən bir yandan, o birisi bir yana, anam bir yana. Ay sağ ol, niyə bilirsən? Yox. Ay qardaş, bir dəqiqə deyəm. Ay qardaş, səndən böyükəm. Bir dəqiqə qulaq as. Bir dəqiqə səhvin var. Adın çəkmirsən, bir nəfər özündən çox. Yəni bir dəqiqə deyəm. Çox balaca oğlana gedibdi. Oğlan da gözünü çıxardıb maşın yuduzdurur. Bunu da gətirib verdirir. Sus, dilini sox qarnına. Qulaq as mənə. Sən özündən 5 yaş falan. Qulaq as. Yeni həyat, qulaq as. Sən 30 yaşındakına ərə geçsəydin uyarı var idi. Sən 30 yaşındakına ərə geçsən uyarı var idi. Onun 19 yaşı var. Onun hələ qulaq as. Qulaq as da bir. Nömrənizi verə bilərsəniz, Arzu xanım, sizdən danışam mən. Hə, aşkım, niyə verə bilməm? Bir dənə qulaq as, bir dənə yeni həyat. Avtomat yeri, mən başımı qızdırmayəsən. Qulaq as. Mən gör sən nə deyirəm. Yaxşı, tamam, sən deyənə razıyam. Və yaxşı, Mahirdən qabağa getmişəm, ailə qurmuşam da. Birin 28 yaşı olub, birin 38 yaşı olubdu, birin də 40 yaşı olubdu. Düzdürmü? Və yaxşı, onlar hanı? Hanı da bugünkü günü hanı? İşte. O sənin səhvindir. O sənin səhvindir. Mən nə bilim hanı? Ay sağ ol. Birinci həyat yoldaşım mənə qarşı dedi ki, onda 17 yaşım var idi. Mənə qarşı dedi ki, getdim Mingəçevirəki evə. Bir dəqiqə. Getdim ev. Onda da mən hicabdaydım. Başım bağlıydı. Bu saçlar görsənmirdi. Qulaq as. Getdim ora. Ay Allah, bu qızdan nətər Mingəçevin Havarı kəndi var. Tanıyırsan, qəşət də tanıyarsan. Havarı kəndində mükkülləşdi qızdan. Mənə qəhdi dedi ki, dinəm bacımsan. Dedim, mən başa düşmürəm. Bir yastığa baş qoysa, adam arvadınla bacı olur. Olanda olamıyor mu orada? Nə? Mamanla papan neçəydi bacı qardaşdı? Sən arvadına bacı deyə bilərsən? Mamanla papan neçəydi bacı qardaşdı? Daş başından atamın mənim kimi o qızı da var, oğlu da var. Məndən də qabaq bir qızım. Ən böyük qız uşağı mənəm. İlk uşağı mənəm. Yəqin ki, mənim bibim qızı çıxdı, Naslı dedi, adını mən qoymuşam. Amma bir dənə arxasına baxsın, ondan sonra deyirsə. Gör nə deyirəm. Birinci uşağı mən olmuşam, məndən sonra da 2 uşağı var atamın. Bir bacım var, bir qardaşım. Qapısına getmişəm, qapısından qovublar. Məni pula görə saxlayır. Mən qolbağımın 5 qram 400-ünü anamdan soruş deyəcək. Qardaşımın yolunda xərcləmişəm 2015-də. Bugünkü günü qardaşım efirdə çıxdı deyir ki, mən elə adlı bacım yoxdur, pozğundur. Başa düşdün nə deyirəm? Mən danışdırma da. Onları keçdiyə heç kim adını çəkmə. Məsələ bilsən nədir? Sən seçimi yanlış edirsən. Sən o bir ara biri çıxmışdı. Bir ara biri çıxmış deyir, Zahir müəllim, kim mənə can deyir, onsuz da qaçmışam. Sən 10 gününü işlədin laf. Sən kim bir damcı can deyən kimi... Mən heç kəsin gününə işləməmişəm, heç kəsə. Yaxşı, bu birisi pis idi, bu birisi pis idi, o birisi pis idi. Niyə? Nə qardım? Hamısı da bəxtəvərlər mənə böhtan atırlar. Özü qabaqdan da Ramazan ayı gəlir. Biri deyir, kişi ilə tutmuşam. Biri deyir, kişi ilə danışdığım tutmuşam. İndi axırıncı da deyir ki, 100 dənə türklərdən danışırdı deyir. Mən türklərdən danışırdım, səni neyirdim, cəmaatdan qırğın qiyamət elirdim. Səni neyirdim, valideynimdən məhv oldum. Valideynim sənin ağzına gələni dedi. Demək ki, Axşamınız xeyir. Salam, sabahın xeyir, sabahın. Demək ki, səhv səndədir. Axşamdır, sabah deyil. Səhv səndədir. Yeni həyat əsər xəstəm. Arzu, necəsən? Ay Arzu.
Yox, əsəbləşmək üçün demirəm. Mən sənlə söhbət edirəm. Əsəbləşiriksə də çıxaq gedək. Mən deyirəm, 60 yaşında arvad, xala, nənə qəbirstanlığa gedən 17, 18, 20, 25 yaşından oğlanla ailə qurur. Nə danışsa elə hamı məni görür, mən paltalamaq. Heç gözüm kim Ay Arzu. O öz 60 yanında yaşında adam annen özünü atıb küçəyə qoyub, sən də qoyarsan, başva dönüm. Sən tərbiyə sonra kimidir? Yaşdan məndən getmir. Məndən getmir. Elə hamı məni görür. Və qıraqdakılar da görün də. Bilirsən necədir? Sən qıraqdakı nə edirsən? Sən o 5 dənə uşağını atdı, gəldi 28 yaşında oğlana. Sən onun səviyyəsindəsən. Özü o səviyyəyə qoyursan. Özü onunla müqayisə edirsən. Allaha şükür, mən heç kəsi yox, düzgün danışmısan Feyzullah. Mən Allaha şükür ki, kimsə bundan çıxardıb onu düzüb qoşu eləmirəm. Ya da ki, hər nədir, kimsənin ailəsini dağıtmıram, ərini alıb gətirib yanımda saxlamıram. Allahıma bugünkü günü alın açıq. Mən sənə bir söz deyim, o onun öz şəxsi həyatıdır. Bu da sənin şəxsi həyatındır. Məsləhət olsaydı, mənə bax, məsləhət olsaydı ona da deyərlər ki, o 5 uşağı atıb gördünmü, sənin Zaur müəllimin qarışıq hamı Zarinanın tərəfini tuturdu, o kişini rəzil elədilər orada. Amma sənə bugünkü gündə, sənə Hamısı getdi, üzürü say. Düzgün danışmadınız. Hacıyeva boşu. Hacıyeva boşu. Əsəbin də pozlar qoydular. Xəstə canına mən durub bunlardan çənə vuracaq. Elə bir dənə mən o səviyyəyə sala bilməzsiniz o səviyyəyə. Başa düşdün? Mən kimsəni düzüb qoşmuram. Ya da kimsənin ailəsini alıb özümə ər eləmirəm. Allah şükür mənim əlimdən alırlar. Üzümə gülə-gülə hər şeyim gedir mənim. Mən can deyir, mənə bacı deyir. Yaxşı, oğlanı deyirsiniz, mənə bacı deyir. Bacı deyə torbamı tirdilər. Təkcə mənmi az yaşlı ilə? Bəxt gətirməyəndə insanı tapdalayırlar. Hacı, Allaha and olsun ki, bax bir dənə söz deyirəm. Allah nəyin adıdır? Qabaqdan da Ramazana gəlir, onu qarşılayırıq. Gözəl olsun, sənə kömək olsun bacı. Allah özü kömək. Yəni hər gecə əlimdə namaz üstündə gecə gündüz axşam. Gecə mən kim pislik elirsə əlimi açıram hava. Nəfsim də pis də ağırdır da. Ürəkdən arğı şeydən də tutur. Hacıva görünənim, mən o gedəni, o uşağı hardan haraya mən gətirdim. Mən yeri gələndə onu əl gözündə bax, bayaq da desinlər, yanında Səbah xanım da var, Gözəl da var, ondan sonra gözəl qızlar da var, Asımın da yatırdı. Desin ki, bayaq mən paltar dəyişirdim, üzr istəyirəm, yəni efirdən gələn hələm dəyişməmişdim. Anamın canlısındaydım, baxdım. Buradan oxşatdım, nə dedim sizə, dedim pəncərənin qabağında, o sənə qurban olum, həmişə sən gəlirdin, deyirdin ki, əlimi belə-belə eləyirəm, sən deyir, baxmırsan, paltarını da giyin. Yəni sözüm, mən onu əl gözdə görməmişəm, mən onu evlat gözündə görmüşəm. Mən onu, necə deyim, həmişə uşaq kimi bəsləmişəm. Bilsin necə, uşaq kimi gözümdən qırağa qoymamışam. Mən onu hələ ər kimi, nətər deyim, formalaşdırmırdım. Mən onu hələ ki, uşaq kimi dedim, ürəyəm, qurban olum, məni sevirsənsə əskərə gedəsən. Hamıya da dedim, əskər gedəcək, başa düşəcək, dəncəcək. Yeni gəldə anasının ayaqqabısını cindirdi. O mənim sayəmdə oldu. Dedim, dəymə, 19 ildir sənə baxıb, böyüdür, eləmə, sus, belə. O mənim yanımdan ayrılanı çarxı dənəsi döndü. Çarxı dənəsi döndü. Sonra mən dedim, həmən adama dedim ki, getsin, uşaqdır, çimsin, onu təmizləyən mən örgətmişəm. O diş fırçası nə idi bilmirdi. Mən onu o bir dəfə diş fırçalarında damaqlarından qan tökülürdü. Mən görmüşəm də onu, başın üstündə durmuşam, elətdirmişəm. Vaxtı yeməyini olmuşum. İndi Səbah xanım görmür də, görənlər deyir, ha, Bala xanım, eşidirsə Bala xanım, xahiş edirəm, gəl burada, kartda olsun. Yəni, hamısı görürdülər ki, mən onu necə, məsəl üçün, çimirdi, burada çimirdi, yalandan deyirdi, burada çimirdi, paltarını dəyişirdi. Bu kofta bu gün giyindimi, səhər başqa kofta giyindirirdim. Corab çıxırdı, ayaqqabıları yuyurdu. Onun ayaqqabısının bir kiri var idi ki, adamı mazaraq elirdi. Başa düşdün necə, deyim, səliqəli. Görürdünüz ki, efirdə mən necə giyindirib çıxarırdım onu.
Mən onu ər kimi gözə görmürdüm. Onu mən ər kimi formalaşdırmıram. Onu uşaq kimi formalaşdırmıram. Oğlan kimi. Gətirmədi də, yəni bəxtim. Bəxt yox, Zarina qoymadı, nə bəxti? Onu üzümə gülə-gülə elədilər. Mən gəlmişəm bura, örgədiblər. Vallahi ev dağıdanan evi olmur. Allah evdə. Aslanla da mənim evimi dağıtdılar. O dil var, ha, dil. O birisindən də evimi dağıtdılar. Bu hələm ev olmamışdı. Ev olmaq istəyirdim da, sadəcə nişanlı, sevgili deyə. Olmaq istəyirdim, onu da dağıtdılar. İmkan verməm. Mən sizə nə qarmışam axı? Bax, üzümə görmüşsünüz, çörək kəsmişsiniz, bir sürü arxasında oturmuşuq. Dedim, 4-cü günün yanımdan get, 5-ci günü gəldinə ki, mən səni istəmirəm. Astaralı, xoş gəlmişsən, çox sağ ol hədiyyən üçün. Yəni, bunu kim olsa, bax, İraq olsun da elə, deyərəm ki, nədir onun adı? Hacıyevdə gəlir. Sizdə də İraq olsun, dəstəsi sizdən məsələ çəkirəm. Xasiyev, təşəkkür edirəm hədiyyən. Sizdən çəkirəm də məsələsi İraq olsun sizdən. Sizə gəlibdir. Sən də götürüb aparırsan başqa qızı göstərməyə. Düzdür Mayürə? Mən səndən şübhələnməyim, kimdən şübhələnim? Axı, sonuncu da 4-cü gün mənim yanına, sənin yanına gedib axı. Pilot, təşəkkür edirəm, var olasınız. Amma boynuna almır. Genə də demişəm, kim mənə pis deyirsə Allaha havalə eləmişəm. Allah bilsin, özü bilsin. Bu 4-ünü Allaha havalə eləmişəm. Heç nə. İnşallah ki, sən sənətini almayacaqsın Zarina, bunu bil. İnşallah ki, almayacaqsan, Nəzir Niyaz demişəm bir Mösüm ağanın qəbrinə. Mahir, səni ondan da bir sən var, əskər yox, sən bax, bura gedəcəksən. Bura gedəcək. İnşallah da səni türməyə düşəndə saat sigaret gətirən gün mən olacam. Onda deyəcəm, nətər oldu sənə. Allah qoysa, Allah söz verirsən. Siz məni necə yandırdınız, məni necə depressiyaya saldınız, Allah da sizi kimi eləsin. Başqa heç nə demirəm. İraq yaxşılarına, yaxşı insanlar buradadır, qan qarğışda eləmək istəmirəm. Allah bilsin sizdən, siz biləcəksiniz. Başqa deyiləcək sözüm yoxdur. Düzdür, bacım. Ayıbdır. Hələ hamı deyir, gördüyün uşaq idi, ahdı səni, gördün. Vallahi mənim yanına gedəndə ya içki içmirdi, ya bir şey. İndi içki içir, indi bir şey eləyir. Adam var, öz saxladığı oğluna gedir, uşaq deyil. Vallahi çox görmüşsünüz, öz doğma anası balası ilə yatıb durur. YouTube'da baxmışam. Ama bağırır, ne olmur ki? Prosta sadəcə olaraq, neyse Allah bilsin, özlər bilsin. Mən bu uzaq başı məndə 1 aydı, ya 10 gündə. Ondan sonra yenə də öz şeyim olacaq. Yenə həmənki arzu olacaq. Yenə də olacaq. İndi istəmirəm deyənə bir şeyini. İnşallah Bərdiyənə vaxt gələsiniz. Bərdə mən Bərdə ilə qutardım. Belə amma padruqalarımın, qonşularımın yanına gələcəm. Mən səni görmək istəyirdim. İnşallah gələcəm, görəcəksən. Arzuşka. Yemişəm, indi göndərəcək. Əsəm pozdular iyi. Əsəm də pozdumu istəməm. Əsəbləşmə. Axı yox, düz danışmırlar. Düzünə danışmır. Mən onu oğlan kimi böyüdürdüm. Mən onu ər kimi qəbul eləmək. Ər kimi bilsəm haçan qəbul eləyəcəkdim, onu formalaşdırırdım. Əskər gedib gələcəkdi, ondan sonra da o kişi kimi olacaqdı. Başa düşdün ki, həyatı başa düşəcəkdi. Həyatın mən indi kitabını keçirdim ona, amma mənim yanından çıxdı, getdi, həyat belə oldu. İndi inşallah Allahın dini o türməyə düşəcək, ona yemək aparan, bax, mən qız olacaq. Deyəcəm, nətərdir, ləzzətlidirmi sənə? Mən türməyə düşməyəcəm. İnsan nədir? Əsl insan. Heç bir kəsi qınamamalıdır. Qınaq pis şey. Niyə qınayırsan? Sabah da sənin başına gələ bilər. Ki, heç kəs həyatından sortamayır. Elə bir insanı yıxılan kimi qınayırlar onu. Ay, sən belədin. Bu, belə deyil, ayından bəri belədir. Bir insan yıxılan kimi onu qınayırlar. Niyə qınayırsan? Ay, ayrı söhbət eləyin, əsəbləşməyin. Arzuşka. Mən yeməmişim, yedizdim. Allah halal xoş olsun. Mən onu danışan qız deyiləm.
Mən demişəm Allah and olsun ki, Quran and olsun ki, mən dayıcı kişilərdən dostluq istəyəcəm. Da qızlara bel bağlamayacağam. İraq yaxşılarına. Üzümə gülür, süfrə başında oturmuşam. Qonaqlıq veribdi. Ondan sonra qonaqlıq deyəndə ki, hamı atışıb pulunu verir, yediyimin pulunu vermişəm. Mən 2 nəfərəmsə 2 nəfərin pulunu vermişəm. Yəni qonaqlıqda. Əgər qonaqlığa olursa atışı. Amma 200 manat sən şot elədi, 200 manatın 39 manat mənə düşdü 2 nəfərə verdim. Yəni onun altında qalası qız deyiləm. Amma çörək, mən bunu kəsməmişdən qabaq sənə dedim ki, əgər torba tikiləcəksən bu çörəyin üstündən mən durum çıxım gedim. Çünki o qədər gəlib ki başıma. Evimin içinə salıram, bacı deyir, evimin içinə salıram, gətirim ərimi əlimdən alırlar. Bu nə deməkdir? Bu nə düzgün, dürüstlük? Bu nə də hansı qanunluqdan danışırıq biz? Hələ bu mahiri qoyduq qırağa və bu birisini evimə gəlirdi, ərimlə rumkaya vururdular, içirdilər, mən rumka yumaqdan ölürdüm. Gör qadın əlidir ki bu, rumka yumaqdan ölürdüm, təmizləyirdim, gətirdim, üstü onların zibini, afsiyan işləyirdim olan qabağımda. Bir də eşidirəm ki, ərimlə fingirləşir. Kimə yetim? Şeydən mamam bilir. Ha. Xut orada qalırdım. Sənin mamanla bilmədiyin şey yoxdur. Xut orada qalırdım. Gəlirdim, görürdüm Allah qızla danışırdım, cəhənnəmə danışını, nerviləsi. Üzümdən təzə əməliyyat çıxmışam, mənə qulluq eləyən adam lazımdır. Mən durub ərimin paltarını yumuşam ki, mənə 3 günlük də olsa, 3 günlük də olsa mənə adam tutmadı. Buralarımda şılanq sallanırdı. Dururdum paltarını gördüm ki, ayalaq durub qışqıracaq. Onu yeməyini hazır qoydum, körlər kimi başıma əymirdi. Bəy, nə oldu? Ona nə oldu? Ərimlə oturur, rumkaya vururlar. Gələcək belə kimi gedir, çıxır, davaya gedir, çıxır. Yenə deyirəm, ayaman, ayallah, lazım deyil, türməyə düşəcəksən. Onu da gülə-gülə əlimdən aldım. Və mən hansıyla danışım sənə? Evet, kime bacı deyirəm, gəlir. Oturur, Arzu başıma sığar çəkir, Arzu sən yaxşı qızsan, efirdəki kimi deyirsən, filan sən, bəhmənsən. Bu ya səhərdə işlədirəm ki, ərimdən burada susuz qoyur, istəkana kimi, yemək kimi, mən qonşular yemək gətirir, verir. Sayzaq, mən də ölürəm sayzaq. Mən ərim hamısını yığışdırıb aparıbdır. Əsəbləşmə Arzuşka. Mənə bax, söz deyəm. Sən başına papaq qoya bilirsən da. Sat düşməkdən ötürü. Az papaqlar var. Əməliyyata girən. Ay, sağ ol. Taxınım. Əməliyyata girəndə o qədər taxmışam ki. Bilirəm. Yox, bu əməliyyat üçün deyil, bu normaldır. Ama əməliyyat papağı da nəzik. Belə qartdalayırsan, saçını. Ay, sağ ol. Əməliyyata girəndə qoyurlar da, başa da, ayağa da. Ayağa baxıl geyinirlər, papaq qoymurlar. Daxıl nədir? Baxıl, onun adı baxıldır, daxıl yox. Baxıl. Başa qoyulan da kalpaqdır. Mənə bax, Arzu, bura şeydir, hosteldir. Hə. Hansı tərəfdədir bu? Elmlər. Amma yuxarıları gözəldik, televizorda zadı. Doğrudan, siz harada qalırsınız? Biz 2-ci məktəbdə kasıb olanlarla. Elə bir töylə olur, hırr eləyib hamısını salırlar onun üçün. İndi siz mənə baxın, orada bir otaqda neçə adam qalır, yatır daha doğrusu? 3 gözəlin 2 uşağı, mən gözəl su. Hə, siz belə deyim də 4'ünüz orada qalırsınız, belə bölüşürsünüz, hə? Hə, bir nəfər də o tərəfdə yatır. Sabah xanım. Sabah xanım orada tək yatır, amma kişilər adını yatır. Kişilər də yəni eyni şeydəsiniz də, nə belə deyim, oteldəsiniz, prosto otaqlarınız ayrıdır. Hə, otaqlarımız var. Amma belə gəlirlər, Asman yatıbdır burada, məsəl üçün. Asman yatır. Asman saat 12-də işə gedir. Harada işləyir ki? Nə olub az? Neçə qızsan, nə olub? Adam belə... Mənə baxın, Asman harada işləyir?
Aytman deyirəm, harda işləyir? Ayşman bizim yanımızda su sexi var. Girir içəri, sapığın qadın girir, səhərə kimi işləyir, su doldur. O 5 litr kanistrlər yoxdur, 10 litr, 20 litr kanistrlər var. Ondan bir su... Sən elmlərdə mi, ha? Hə, o işe evi hostelə yaxındır, sığınacağa yaxındır. Sən Bildim. axşam gedir saat 12-də. Ondan sonra da səhər saat 8-də 9-da. Amma çasını iş olan kimi də deyirlər ki, məsəl üçün saatından artıq qalırsan, işləyirsənsə də maşına doldurmaq üçün 2-də. Onda çox pul alır. Sizə bayram payı olacaq. Asiman arvada baxan olacaq. Düz deyil, bizdən yer, bizdən içir, bizə pul xaçlamır. Vay onun bir sevgili olsun, hamıca pulları xaçlayır ona. Mənə baxayım. Şeydir. İndi Allah qoysa bayramda tez gedəcəksiniz. Bir də bayramda əlavə bayram pulu olacaq. Nətər? İşdə. Hə, bunu? Nətər əlavə bayram? Hara işə Qalmaq yox, pul qalmaq nədir? Yox, deyirsən ki, bayram pulu əlavə veriləcək. O nətər? Maaşından əlavə pul da verirsiniz. Siz nə yapıyorsunuz? Mam oranı keçirdim, yoxsa oraya gedirsən? Yox, edər, siz... işə girmisiniz Arifxan? Hə, siz də bayram olanda işçilərə bayram şeyləmirsiniz. Vermirsiniz. Tətilə çıxmırlar işçilər. Bir gün. Yardım 31'i də. Biri. Əsas bizimki bayramdadır da nə? Bizim iş bayramdadır. Bayramdan sonra bizdə zəifçilik olur. Hmm. 31'i saat 2'də 3'də baxarıq da vəziyyətə. Salam Süleyman Usta. Ben de ağrıdım. Çok sağlıklı. Süleyman, teşekkür ederim. Mahir sıkıldı. Yok, sonuç olarak Mahir de orada kaldı. Deyirəm, Mahir çıxırdı. Mahir savsın sığınacaqdan çıxırdı. Çox sağ olun hədiyələr üçün. Ay Allah. Bəli, həqiqi. Eşitirsən Arzu, mən o dəfə Mahirə dedim sənlə bir yerdə olanda. İş. Yox dedi, razılaşmadı. Mənə zəng gəldi, padruqam zəng elədi ki, Afət. Bəs mamanın canına qırğın gedir. Dedim, nə danışsın Afət? Hə. Girdim, baxın, görüm, orada Mahir yox idi. Siz danışırdınız. Dədəm danışırdı, söyüşün biri bir qəpikdə. Zəng elədim, baxın. Dədəmdir, mənlə dalaşır. Onda mən iş çat bilməmişəm axı. Onda dedim ki, sonra mənim Moskvada dostum var, eşitirsən? Eşitirsənmi? Hə, dana karam mən. Mənim Moskvada dostum var, Bakıda obyektləri var özünün. Dedim ki, səni onun yanına işə qoyum da. Mənə də altdan yazdılar ki, yalan deyir, şeydir, nədir onun adım. Rayona göndərirdim, amma hələ səni qoyub gedəmədin, ona görə. Rayona göndərmirdim, var baba. Ağdama göndərdin, hələ mi? Yox, Ağdama nəyə göndərirəm ki? Dedi rayonda, işte rayona köçəndə rayonda geyişdirdim, dedim gedişdim. Çatır mı oraya? Hə, çəkil. Niyə? Elə söz yoxdur. Az Yosemişkadandan öləcəksən. Öyle nə boşda deyib? 2 gün çıxdıyram.
Mən simişqada kofedə onlarsız qalanmaram. Bunun nömrəsi məndə var oxuyacaq. Hı? O qız qoyacaq, bunun nömrəsini hə. Yox, o öz profilinə qoyur. Vay, nömrəsi məndədir. Nasıl yaparam o yadıma? Orada baxsın, o nömrəni tapsın o mənə. Xoş gəldiniz. Mahir voyinkomatdan çıxar. Mənə bax, o əskər nə vaxt gedəcək? Yanvarın 25-i. Bizi çağırıblar. Mənim mənlik deyil. Bu yox, bildim sənlikdə. Bə deyirdi, mənə aparmırlar 100%, milyon faiz, nə? Özü bilər. Pampres daşımaqdan ölübdü bu görə. Hara daşıyır az pampers? Nə tez doğdu bu? Doğmayıb, böyük arvadın üçün aparır pampresi. Ya, ona elə demə. Şək eləmə. Qurban oldum, hərəm bir cür yaradım. Nə bilim, valla, mən helo olsam, mən ancaq sağlığımı düşünürəm. Hər şey bir tərəfə. Bilirsən nə yadıma düşür yetim. Nə demişdin o vaxtı? Mənim xanımcıq. Trenddir, mənim Liboy sözüm trenddir. Sən özün də trendsən, xəbərin yoxdur. Aha, yazırlar, gəldilər. Kimdir, nədir? Təzə yenilik nə var Arzu? Yeni həyat, biraz işləyim. Qayma pul yığım. Telefon təmir etsən dostum var. Nə olur ki? Mənim bir dənə A40'ım var. Həm ekranıdır, həm də kalonkasından problem var. 60 manat ekranı. Yox, ekranı təzəlikcə qırılıb. 60 manatdır da ekranı. 60 manat deyil. A40'ın öz argilanı şeydir. Mən Kitayski qoymuram, mən argilan qoydurmaq istəyirəm. Dərsən sən. Ondan sonra bir telefon alarsan da nə? Yox, o mənim üçün yadigardır. O mənim yadigarımdır. Ay Allah, nə qutaqdır. Onda heç. Yəni belə şeydir, deyərəm ucuz qiymətə alarsan. Yox, onun düzəltmə bir kalonkasıdır. Bilsən necə? Dostumuz var, adı Elmandır. Deyərəm gedərsən yanına. Bir də onun düzəltmə bir kalonkasıdır, bir də şey. Ondan sonra da... Bir gün gələndə, virsin şeyləyəndə gətirərsən, verərəm sən. Yoxdur, bu işləyim pul düzəldim sonra. Yaşda ürəyin yatmasın, yaxşı düzəldər, sonra az verərsən. Onda nömrəsini şey eləyərsən. Yaxşı. Ay Allah. Şey eləyərsən, gündə 5 manat çıxaram. O da olar. Mən verərəm 5 manat çıxaram. Bu qız niyə yemək duz deyir? Qaynanəsi çox istəyir. Müsbət. Arada masaja zada gedirsin, heç yadıma düşmək, o yadıma düşmüşdən hamısını bir deyim. Mahir qoymadı da sonra. Mahirdə olanda bilsin. Niyə? Elə gözəl masaj edirlər. Qısqanırdı. Ürəyinə gül qoymadı. Ürəyinə güllər dəymiş. Oy. Üzüm eləyirdi. Ay Allah, sən Allah güldürsün. Arada sənin trendlərin qavama çıxanda gülməkdən ölürəm. Hə?
Deyir ay Zahir müəllim, nə olar deyir, mənim bir dəniz qırağına apar. Soyuq vurub öləcək dekabr ayında deyir ay Zahir, mənim dənizin qırağına apar. Getmək istəyirəm səni. Az, maman telefonunu göndəribdən heç yadıma düşmür, o işləmirmi? İşləyir. Ondan başqa da biri var, öyün yıxılmasın. Sən Putinsən, 3 dənə telefon istədiysən. Hələn biri də mamam gəldə qırıqdır, qırılıb qalıb orada. O da o biri səhifəmdə Arzu Bərdədir. Da sən Bərdi yığışdır, har yerə getsən oranın adını qoy, bir dəfə canınız qutarsın. Elaqam qoy, elaqam.